Siz bilirdinizmi ki 1858-ci ilə qədər Londonda heç bir kanalizasiya olmayıb? Bu, böyük üfunət kimi tanınan real tarixi hadisədir. 1800-cü illərdə Londonun kanalizasiya sistemi yox idi. Bütün şəhərin tullantıları, zibilləri və insan ifrazatı birbaşa Temza çayına axıdılırdı. 1858-ci ilin yayı həddindən artıq isti keçdi. Çayda suyun səviyyəsi düşdü və çay nəhəng, qıcqıran bir tullantı quyusuna çevrildi. Şəhəri dözülməz dərəcədə pis qoxu bürüdü. İy o qədər dəhşətli idi ki, birbaşa çayın kənarında yerləşən parlament binasında işləmək qeyri-mümkün idi. Deputatlar pəncərələri bağlasalar da qoxu içəri girirdi. Onlar hətta pərdələri xlorlu su ilə isladırdılar ki, qoxu içəriyə girməsin, amma o da kömək etmirdi. Məhz bu qoxu illərdir müzakirə edilən, amma pul ayrılmayan Londonun müasir kanalizasiya sisteminin tikintisinə dərhal icazə verdi. Parlament 18 günə qanunu qəbul etdi və London öz kanalizasiyasına qovuşdu. Bəzən fəlakət tərəqqiyə səbəb olur. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.